Salam uşaqlar, hər vaxtınız xeyir. Güvənlən dəyişənli ifadələrin sadələşdirilməsi mövzusunu yazırıq. Test A ilə başlayaq. Test A-da deyir ki, 3x üstəgəl 5 və 6x üstəgəl 8 cəbri ifadələrinin cəmini tapın. Yəni bu ifadələrin hər ikisini toplamağı deyir bizə. 3x plus 5 üstəgələ 6x plus 8. Mötərizələrdən azad eləyək. Biz bilirik ki, mötərizənin qarşısında müsbət işarəsi varsa, mötərizənin içərisindəki işarələr olduğu kimi qalacaq. 3x-lə 6x-i bir tərəfə yığsaq, 3x biraz geniş yazaq, 5-lə də 8-i bir tərəfə yığaq. Olacaq 9x üstəgələk 13. A variantı. İkinci sualın ifadəsini deyir sadələşdirin. 2x üstəgələk 3 üstəgəl mötərizələrdən azad edək. Dəyişən olanlarla olmayanları bir tərəfə yığaq. İşarələrimizə diqqət edək. Deməli, mənfi 2x üstəgələk 3x edəcək x. 3-dən 2 çıxanda edəcək 1. Üçüncü sual. Deyir ki, yan tərəfi 2x plus 1 cm və oturacağı x plus 2 cm olan bərabər yanlı üçbucağın perimetri aşağıdakılardan hansına bərabərdir? Biz bilirik ki, bərabər yanlı üçbucağın perimetri 2a üstəgələk b-dir. 2 dənə yanları olduğuna görə hər 2 biz bilirik ki, üçbucağın perimetri a üstəgələk b yazımda denənliyə deyirsən, yaz da. P bərabərdir A üstəgələk B üstəgələk C olduğuna görə bərabər yanlı üçbucaqda yanların hər ikisinə məsələn biz A desək bu şəkildə onlar 2A üstəgələk C və yaxud A-dan C-yə A desək fərqi yoxdur. Yəni eyni şeydir. Deməli P bərabərdir 2 vurulsun. Yan tərəfləri 2x plus 1-dir. Üstəgələk x plus 2-yə bərabərdir. 4x üstəgələk 2 üstə x üstə 2. Bu da edər 5x üstəgələk 4-ə. Variant olaraq C variantı. Dördüncü sual. 3x üstəgələk 2 çıxılsın, mənfi x çıxılsın 2-yə. Mötərizədən azad edək. 3x üstəgələk 2 üstəgələk x üstəgələk 2. Bu edər 4x plus 4. Variant D. 5-ci misalı köçürək. Mötərizədən azad edək. Mənfi 3x üstə 8 çıxılsın 7x üstəgələk 8. Bu edər mənfi 10x üstəgələk 16. Variant D. 6-cı sual. A bərabərdir 5x minus 3-dür. B bərabərdir 1 minus 2x-dır. 2 vurulsun A minus B ifadəsini tapmağı soruşur bizdən. 2 vurulsun 5x minus 3 çıxılsın 1 minus 2x-ə. Birinci mötərizəni vurub açaq. 2-ni 5x-ə vuranda 10x çıxılsın 6 çıxılsın 1 üstəgələk 2x. 10x-in üstünə 2x gələndə 12x. Mənfi 6-dan 1-i çıxanda edəcək mənfi 7. Variant C. 7-ci sual buradan görünür. Mənfi 4 5 çıxılsın x üstəgəlsin 3x minus 1. İfadəni sadələşdirməkdir. Mənfi 20 üstəgəlsin 4x üstəgələk 3x çıxılsın 3. Bərabərdir. Mənfi 20-dən 3-ü çıxdığımız zaman deməli edəcək. Mənfi 23 üstəgələk 7x. Görə burada harda var? Mənfi 23 üstə 7x və yaxud da 7x çıxılsın 23 A variantı.
8-ci sual. Üç çıxılsın, x çıxılsın. 2x üstə gələk 14. Mənfi 3'ün üstünə 14 gəldiyimiz zaman müsbət 11. Mənfi x-dan 2x-ə çıxdığımız zaman edər. Deməli 3x. Mənfi 3x edər. Variant olaraq görək hansında var? C variantı. Burada mən mənfini mötərizənin içərisinə yazmışam. Ona görə deyirəm ki, niyə alınmır? Bura olur müsbət. Olur 11 çıxılsın x. Bu da variant olaraq B variantı. Sonra 9-cu. 9'u buraya yazaq. Ona görə işarəyə həmişə deyirəm ki, diqqət edin. Görürsünüz ki, adi bir dənə işarə misalımızın cavabını səhv olmağına gətirib çıxarır. Mötərizədən azad edək. Çıxılsın x plus 32 bərabərdir. 32'nin 32'yi gidəcək. Çünki mənfi 32'nin üstünə 32 gəldiyimiz zaman 0 edəcək. X'in üstünə x gələndə edəcək 2x. Mənfi y-dən y çıxdığımız zaman edəcək mənfi 2y. 2x çıxılsın 2y A variantı. Və sonuncu 10-cu. Mənfi A üstə 3b çıxılsın c plus 5a çıx 7c. Oxşarları bir yığaq. Yəni oxşar toplananları islah eləməyimizi istəyir. Mənfi a üstə gələk 5a üstə gələk 3b çıxılsın c çıxılsın 7c. Həmişə sıralamalı çalışın, gözləyin. Mənfi a-nın üstünə 5a gəldiyimiz zaman 4a edəcək. Üstə gələk 3b. Mənfi c-dən 7c-ni çıxdığımız zaman mənfi 8c edəcək. Variantımız da elə olacaq C variantı. Keçdik test B-yə. Birinci sualda yenə cəmini soruşur. 2x plus 3 üstə gəlsin 5x plus 9 bərabərdir. 2x üstə gələk 3 üstə gələk 5x üstə 9 bərabərdir. 2x üstə 5x gələndə 7x 3-ün üstünə 9'u gəldiyimiz zaman 12. C variantı. Keçdik ikinciyə. Yazır ki, mənfi 6x üstə gələk 4 üstə gələk 6x plus 3. Mənfi 6x üstə 4 üstə 6x plus 3 bərabərdir. Deməli, mənfi 6'nın üstünə 6x-ə gəldiyimiz zaman 0 edir. 4'ün üstünə 3 gəldiyimiz zaman edir 7. Üçüncü sual. Tərəfləri mənfi 2x plus 9 və 5x minus 1 olan düzbucağının perimetri. Düzbucağının perimetri bilirik ki, 2 vurulsun A üstə gələk B-dir. Yəni A-nın yerinə 1'ini qoyarıq, B-nin yerinə 1'ini qoyaq. Deməli 2 vurulsun mənfi 2x plus 9 üstə gəlinsin 5x minus 1'ə bərabərdir. Biz birinci buranı yazaq, sonra vurub açarıq. Deməli, mənfi 2x üstə gələk. Üstə gələk 5x minus 1 bərabərdir. 2 vurulsun. Mənfi 2'nin üstünə 5x gələndə 3x deməli. Üstə gəlinsin 8 bərabərdir. Buranı vurub açdığımız zaman 2'nin 3'ə 6x üstə gələk 16. Variant D variantı. Dördüncü sual. Mənfi 7x plus 8 üstə gələk mənfi 5x minus 2. Mötərizədən azad edək. Üstə gəlinsin. Daha doğrusu çıxılsın.
Bir yerə yığaq. Mənfi 7x çıxılsın 5x üstə gələk 8 çıxaq 2. Mənfi 7-dən 5-i çıxdığımız zaman edəcək mənfi 12x üstə gələk 8-dən 2-ni çıxdığımız zaman 6. Variant B. 5-ci sual. 5y plus 1 çıxılsın mənfi y üstə gələk 2-yə bərabərdir. 5y plus 1 üstə gələk y çıxılsın 2-yə. Çünki qarşıda mənfi var idi. İşarələr əksinə dəyişəcək. 5y-in üstünə y gəldiyimiz zaman 6y, birində müsbət 1-dən də 2-ni çıxdığımız zaman edəcək minus 1. 6y minus 1 C variantı. 6-cı sual. A bərabərdir 2x minus 5, B bərabərdir 7 minus 3x. Bu ifadəni tapmağımızı soruşur. 2 vurulsun 2x minus 5 çıxılsın 7 minus 3x bərabərdir. 2-ni 2-yə vuranda 4x çıxılsın 10. Çıxılsın 7 üstə gələk 3x. 4x-in üstünə 3x gələndə 7x. Mənfi 10-dan da 7-ni çıxdığımız zaman mənfi 17. 7x çıxılsın 17. A variantı. 7-ci sual. Buradan yazaq. Mənfi 4, 1 üstə gəlinsin x üstə gələk 6, x minus 2 bərabərdir. Mötərizəni vurub açaq. 4 çıxılsın 4x üstə gələk 6x çıxılsın 12 bərabərdir. Mənfi 4-dən deməli 12-ni çıxdığımız zaman mənfi 16, mənfi 4-ün üstünə 6 gəldiyimiz zaman müsbət 2x olacaq. 2x və yaxud da yazarıq ki 2x çıxılsın 16-ya. Variant D variantı. Verək götürək. 8-ci. Mənfi 5x minus 3 çıxılsın x minus 4. Sadələşdirək. Mənfi 5x üstə gəlinsin 15 çıxılsın x. Deməli üstə gələk 4. Mənfi 5x-dan x-ə çıxdığımız zaman edər mənfi 6x. Müsbət 15-dən də 15-in üstünə 4 gəldiyimiz zaman edər 19. Variant B variantı. 9-cu. X üstə gələk y çıxılsın 2 çıxaq y minus x plus 2 bərabərdir. X üstə gələk y çıxaq 2 çıxılsın x üstə 2 çıxaq 2. Bu şəkildə x-ları bir tərəfə yığaq. X-in üstünə x gəldiyimiz zaman 2x. Y-dən y-i çıxdığımız zaman elə 0 edəcək. Onu yazmağa ehtiyac yoxdur. Mənfi 2-dən də 2-ni çıxdığımız zaman edəcək mənfi 4. 2x minus 4 D variantı. Və sonuncu 10-cu. Mənfi 3a üstə gələk 5 çıxılsın 2c üstə a çıx 7c çıx 1. Yenə eyni qayda ilə bunu geniş yazaq. Mənfi 3a üstə gələk a üstə gələk 5 çıxılsın 1 çıxılsın 2c çıxılsın 7c. Mənfi 3a-nın üstünə a-nı gəldiyimiz zaman edəcək mənfi 2a üstə gələk 4. Mənfi 7-ni çıxdığımız zaman mənfi 9c edəcək. Variant olaraq görək hardadır. Variant olaraq D variantı. Hemen baxırıq test C-yə. Birinci sualda nə deyir? Deyir ki, x kiloqram düyü olan kisədən 12 kiloqram düyü götürülür. Kisədə qalan düyü 8 bərabər yerə bölünərək salafan paketlərə yığılır. Hər salafan paketdəki düyünün miqdarını cəbri ifadə ilə göstərin. Burada cümlələri başa düşərək yazmaq lazımdır. Bundan əvvəlki videoda mən tənli qurmaqlı məsələ həllini yazmışdım. Orada məsələn uşaqlar yazıb ki, dərsi başqa adi vərəqdə, məsələn, deyək, yəni dərs izahı kimi bu şəkildə izah edir. Orada yenə demək istəyirəm, orada izah olunmalı bir şey yoxdur. Nəyə görə yoxdur? Ancaq sözü izləməlisən ki, söz sənə nə demək istəyir. Bax, indi burada deyir ki, x kiloqram düyü olan kisədən 12 kiloqram düyü götürülür. Bir şey var, ondan götürürsənsə, deməli ondan nə edirsən? Çıxırsan yoxsa toplayırsan?
götürülür deyirsə, əlbəttə ki, çıxırsan. Yəni x çıxılsın 12 olur. Sonra deyir ki, kisədə qalan düyünü. Yəni kisədə deyək ki 20 kilo düyü var. 12 kilosunu götürdü. Oldu 8 kiloqram düyü. 8 bərabər yerə bölübsə, hər kisədə nə qədər, məsələn, neçə kiloqram olmalıdır? 8-i 8-ə bölməliyəm, 1 kiloqram almalıyam da. Ona görə ifadəm də bu şəkildə yazılır. C variantı. İkinci. 20 manat pulu olan Nicat hər biri Y manata olan qələmdən 3 dənə alıb. Bax, bir dənə qələm Y götürür. Daha doğrusu Y manatdır. Bir dənə qələm Y manatdırsa, 3 dənə qələm alanda sən nə qədər pul ödəyəsən? Əlbəttə ki, 3Y ödəyəsən də. 20 manat pulu olan deyir Nicat hər bir Y manat olan qələmdən 3 ədəd alarsa, onun qalan pulu 20 manatı var idi. Bu 3 dənə də qələm aldı. Mən bu 20-dən 3Y-in cavabını çıxmalıyam ki, görüm nə qədər pulum qalır da. C variantı bu da. Sonra üçüncü. Yəni dediyim kimi, burada yəni başqa necə izah eləmək lazımdır, həqiqətən də bilmirəm. Yəni hər dəfə soruşulur. Sadəcə cümləni oxuyub başa düşmək lazımdır ki, bizə nə demək istəyir. Deyir, 5 dostun hər biri restoranda birinin qiyməti 3 manat olan lahmacundan və birinin qiyməti Y manat olan meyvə şirəsindən bir ədəd alır. Hərəsindən bir ədəd alır. Onlar pullarını meyvə, daha doğrusu ümumi şəkildə ödədiklərinə görə ödədikləri məbləği cəbri şəkildə göstərin. İndi baxaq. Deyir, yenə deyir, 5 dənə dostdan söhbət gedir. Hər biri deyir restoranda birinin qiyməti 3 manat olan lahmacun və birinin qiyməti Y manat olan meyvə şirəsini bir ədəd aldı. Yəni mən bunu hesablamaqdan ötürü 3 plus Y yazaram da. Görün mən nə qədər pul ödəyəcəm. Lahmacunun qiyməti 3 manatdır. Meyvə şirəsi də Y manatdır. Yəni mən bunların ikisini toplayacağam, biləcəm ki, nə qədər ödəməliyəm. 5 dənə də dost var deyə həmin bu aldığımız cavabı biz 5-ə vurmalıyıq. 5 üstə gələ 3, 5 vursun 3 üstə gələ Y variant, C variantı. Dördüncü. Uzunluğu bu qədər olan ağac gövdəsinin bir ucundan bu qədər kəsdilər, digər ucundan isə x metr kəsilərsə neçə metr qalır? Mənim uzunluğum 17x plus 13-dür. Həmin bu 17 plus 13-dən birinci 4x minus 11 kəsiblər. Sonra da x metr kəsiblər. Kəsmə demək, yəni bu çıxarılıb da, bu kəsilib çıxarılıb. Bərabərdir. Yəni bunu bu misalımızı həll eləmək lazımdır. Çıxılsın x-a. 17x-dan 14x-ə çıxdığımız zaman edəcək 3x. 3x-dan da x-ə çıxdığımız zaman 17-dən 14 deyil, bu 4-dür. Deyirəm ki, burada niyə cavab yoxdur ki? 17-dən 4-ü çıxdığımız zaman 13. 13-dən x-ə çıxdığımız zaman edəcək 12x. 13-ün üstünə 11-i gəldiyimiz zaman edəcək 24. 12x üstə gələk 24 D variantı. Mağazada hər qutuda 20 paket şokolad olan x sayda qutu var. Bax, cümləyə fikir ver. Mağazada hər qutuda 20 paket şokolad olan x sayda qutu var. 20 paket şokolad x saydadır. 50 paket şokolad satıldıqdan sonra qalan paketlərin sayını göstərən cəbri ifadə. 50 dənə var imiş, 20.000 x-i satılıb, qalanını tapmaqdan ötürü alacağım ifadə mənim bu şəkildədir. D variantı. 6. Satıcı toptancıdan biri 50 kiloqram olan 5 kisə şəkər tozu alır. Bunun üçün toptancıya deməli 500 manat pul verir. X manat qalıq pulu alır. Satıcı bir kisə şəkər tozu üçün ödədiyi pulu cəbri ifadə şəklində göstərir. Deyir, satıcı toptancıdan 50 kiloqram olan 5 dənə kisə şəkər tozu alır. Bunun üçün toptancı 500 manat pul verir, x manat qalıq pul alır. Yəni 500-dən
Bu x-i çıxır, qalıq pulun alır. Neçə dənə kisə idi? 5 dənə kisə idi də. 5 dənə kisə alırdı 50 kiloqramı. Həmən o ifadəni də yazmaqdan ötürü, yəni satıcı bir kisə şəkər tozu üçün nə qədər ödədiyini tapmaqdan ötürü ifadəmiz bu şəkildə olacaq. 7-ci sual. 7-də deyir ki, sinifdə 2x plus 3 nəfər şagird var. Sinifdən 3 nəfər şagird il ərzində 50 dənə ağac əkir. Qalan şagirdlərin yarısı 20, digər yarısı isə 35 ağac əkir. Gəl birinci bizim tapmalıyıq. 3 vurulsun 50 bərabərdir 150. Yəni 150 şagird il ərzində 50 dənə, daha doğrusu 3 nəfər şagird il ərzində 50 ağac əkir. Yəni il ərzində 50 ağac əkirsə, deməli bu 150-dir. Qalan şagirdlərin yarısı 20, digər yarısı isə 35-dir. Deməli qalan şagirdlərin yarısını tapmaqdan 3 nəfər şagird də bunlardan deməli çıxıb deyə 2x plus 3 çıxılsın 3 bərabərdir 2x qalıb. Sonra çünki burada qalan şagirdlərdən deyirdi axı. Yəni deməli bizim 2x şagirdimiz qalıb. Qalan şagirdlərin yarısı. Bax, qalan şagirdlərin yarısı 2x bölünsün 2, yəni x-dir. Sonra digər yarısı isə 35 ağac əkir. Bütün sinifin şagirdlərinin əkdiyi ağacların cəmini cəbri şəkildə göstərin. Deməli, biri 20 idi, biri 35. X vurulsun 20-yə, bu eləyəcək 20x. X vurulsun 35-ə, bu da edəcək 35x. Yəni 150 üstə gələk 20x, üstə gələk 35x ümumi hamısı. Bu da 150 üstə gələk 55x edər. Variant olaraq da D variantı alınır. 8-ci sual. 12 parta olan sinifdə hər partada x plus 1 şagird oturduqda x plus 2 şagirdə yer çatmır. Sinifdəki şagirdlərin sayı aşağıdakılardan hansıdır? Deməli, bunu biz tənlik şəklində yaza bilərik. Necə? Deyir ki, 12 parta olan sinifdə hər partada x plus 1 şagird oturur. 12 dənədir. Hər partada x plus 1 şagird oturur. Baxıram ki, görüm nə qədər oturur. Sonra deyir ki, bunu tapsaq, eləyər 12x üstə gələk 12. Sonra da oturduğu x plus 2 şagirdə yer çatmır. Yəni, yer çatmır deməkdir ki, 12x plus 12 üstə gələk x plus 2-yə. Tapdığımız zaman 13x üstə gələk 14 şəklində alınır. 9-cu. Belə yazaq, rahat görünək. Şəkildə kvadrat və düzbucaqdan ibarət olan fiqurların tərəflərinin ölçüləri verilib, sahələrini tapmaq soruşur. Birinci kvadratdır. Kvadratın sahəsi biz bilirik ki, A-nın kvadratıdır, yəni olacaq Y-in kvadratı. Düzbucaqlıda isə A vurulsun B-dir, 5 vurulsun X olacaq. Sahələrin cəbri cəmini, daha doğrusu cəmini cəbri şəkildə ifadə etsək, 5x üstə gələk Y-in kvadratı və yaxud y kvadrat üstə gələk 5x B bəndi. Sonuncu, 10-cu. Şəkildə deyir kvadrat. Şəkildə kvadrat və onun daxilində düzbucaqlı və onların tərəflərinin uzunluqları verilib. Rəngli hissənin sahəsini cəbri şəkildə göstərir. Gəlin göstərək. Birinci hər birini ayrı-ayrılıqda tapaq. S kvadrat nə eləyəcək? Yəni A-nın kvadratı. Kvadrat bu kənardakıdır. 7-nin kvadratı eləyəcək 49. S düzbucaqlı A vurulsun B-dir, yəni 3 vurulsun x minus 2, yəni 3x minus 6. Bunu tapdıq. Bu deməkdir ki, hər birini tapdıq. Deyir, rəngli hissənin sahəsini cəbri şəkildə göstərir. Rənglini soruşur. Rənglini soruşursa, mən ümumi bu kvadratdan düzbucaqlını çıxaram, taparam ki, bu rəngli hissə nə qədərdir. Yəni 49-dan mən çıxaram 3x plus 6-nı. 49-un üstünə 6 gəldiyimiz zaman 55 minus 3x. Bu da olar D variantı.